Doğrudur ki Ankara'da Türk Hava Kongresi olacak. 3 haftadan sonra. Nədir ki? Ben de gitmek isterdim. Ne danışırsan? Yadındadır Beyce xanım beni üniversitetlerine davet eləmişdi. Fevralda sənədlərimi göndermişim amma hələ heç bir səs soraq yoxdur. Gərək hər şey qaydasında olsun. Bax, özləri davet eləmişlər, Beyce xanım özü. Telefonla zəng eləyə bilmədim. Odur ki, xahiş eləyirəm, əgər mümkündürsə, məni də sal o kongresə. Gedim elə orada, yerində hər şeyi həll edeyim. Senden biraz evvel Çopur Cabbar gelmişti. O da Türkiye'ye gitmek istiyor. Çopur Cabbar. Heç sözüm yoxdur valla. Bir vaxt bizi, atamı da, məni də ifşa eləyirdi ki, biz türkpərəstik. İndi özü nə yaman türkbaz olub? Olmaz axı. Olmaz ki, Türkiye'nin cəfasını biri çəksin, səfasını başqası. Yaxşı, əsəbləşmə. Kimdir onu Türkiye yapara? Bəs 3 ay bundan qabaq necə getdi? Kimə lazımdır rüşvətini verəcək? Yani değilse bana rüşvet verecek. Sənə niyə? Rüşvət alan, rüşvət verməyə də adam tapar. Ha, haberin var o nece rüşvet alır üniversitede. Desem inanmazsa. İmtihan bir yana dursun. Zaçota da alır, zalim oğlu. Deyir, zaçot qabağı, sigareti koyur qabağına. Uşaqlar, kimdə spiçka var, deyir tələbələrə. Bunlar da arifdirlər də. 5-10 dollar koyurlar kibrit kutusunun içine, uzadırlar Cabbara. Deməli bizim elmimizi Türkiyədə beləsi təmsil eləyəcək. Eşyası temsil zad eləməyəcək. Qədirimi bilməzsən. Sen gelmemişten evvel özüm salmıştım seni siyahıya. Allah eylesin yukarılarda pozu bilemesinler. İkimiz giderik. 2 kardeş. Yadındadır Şuşa'ya gitmeyimiz. Ey gidi dünya. Giderik Ankara'ya, biraz başımızı katarıq. Tak что, gitme Erzan hazırla.